Salam əziz həmkarlar. Genlərin qarşılıqlı təsiri, cinsiyyətin genetikası. Drozofil milçəyinin somatik hüceyrəsinin nüvəsində neçə cüt xromosom var? Drozofil 2-nin bərabərdir 8. Cüt dediyi üçün bu eləyir 4 cüt. İnsanın qametində neçə cinsiyyət xromosomu var? Ümumilikcə qamət dedikdə, məsələn, normal insanda 2-nin bərabərdir 46 xromosomu var. Bunun 44-ü autsom, ikisi cinsidir. Qamətə n bərabərdir 23 düşür. Bunun 22-si autsom, biri cinsidir. Deməli, bu da oldu C bəndi. İnsanın somatik hüceyrəsinin nüvəsində neçə cinsiyyət xromosomu var? Dedik 46 xromosomdur. Bunun 44-ü autsom, ikisi oldu cinsi. Y bəndi. İnsanda irsi xəstəliklər hansı hüceyrələrlə nəslə ötürülə bilir? Ümumilikcə irsi xəstəliklər yumurta və spermatozoid, yəni cinsi hüceyrələrlə, cinsiyyət hüceyrələri ilə nəslə ötürülə bilir. AB genotipli 4-cü qan qrupuna malik olan insan bu əlamətə görə neçə tip qamət əmələ gətirə bilir? A, B. 2 tip, 1A, 1B qaməti. Bu eləyir C bəndi. A0 genotipli 2-ci qan qrupuna malik insan həmin əlamətə görə neçə tip qamət hazırlayır? 2, 1A, 1 də 0 qaməti hazırlaya bilir. Aşağıdakılardan hansı nisbətli, yəni korrelyativ dəyişkənliyin başlıca səbəbidir? Bir gen bir neçə əlamətə təsir edirsə, bu nisbətli dəyişkənlikdir. Kişi orqanizmin qametində neçə autsom var? Qamet n bərabərdir 23 xromosomdur. Bunun 22-si autsom, biri cinsi adlanır. Bu eləyir Y bəndi. Kişi orqanizmin saya əzələ hüceyrəsində neçə autsom müxtəlifliyi var? Ümumilikcə, autsom xromosom sayını soruşsa, saya əzələdə 2-nin bərabərdir 46, n də bunun 44-ü düşür autsoma, ikisi düşür cinsiyə. Ancaq autsom müxtəlifliyi dediyi üçün 44-ün yarısını 22 götürəcəksiniz. Yəni 22 autsom müxtəlifliyi var. Sısbağanın dişi fərdlərində cinsiyyət xromosomları hansı dəstə aiddir? Ümumilikcə sürünənlərdə dişilər 2Y, erkəklər 2X-dir. Çöl göyərçinin dişi fərdlərində eynən quşlarda da dişi 2Y, erkək 2X-dir. Valideynlərdən hər ikisi 3-cü qan qrupuna malikdir. Onların nəsildə uşaqların 75%-i 3-3, qalanları isə 1-ci qan qrupuna malikdir. Valideynlərin qan qrupunu tapın. Siz bilirsiniz ki, 3-cü qan qrupu BB də yazılır, B0 da yazılır. İndi bunların 75%-i deyirsə, deməli 25%-i düşür 1-ci qan qrupuna. Siz məsələn B0'ı özü ilə çarpazlaşdırsaz, buradan bir dənə BB 3-cü qan qrup, 2 dənə B0 3-cü qan qrup, bir dənə də 00 1-ci qan qrup. 3 dənəsi 75'i oldu 3-cü, biri də oldu 25% 1-ci qan qrupuna. Bu da eləyir B bəndi. İtin diploid xromosom yığımında 2-nin bərabərdir 78. Neçə cüt cinsiyyət xromosomu var? Burada sizdən cüt soruşur. Baxın, 78'in 76'sı autsomdur, ikisi də cinsidir. Sadəcə cüt dediyi üçün bu eləyir bir cüt. Drozofil milçəyinin spermatozoidində autsom xromosomun sayı 2'nin bərabərdir 8, normal xromosom sayıdır. Spermatozoidə n bərabərdir 4 düşür. Eynən də yumurta hüceyrəyə. Bunun 3'ü olur autsom, 1'i olur cinsi B bəndi. 15'də də yumurta hüceyrəni soruşur, bu da A bəndi. Tüklərin seyrək olan itlərin dişlərinin də zəif inkişaf etməsi bir gen bir neçə əlaməti idarə edirsə, bu korrelyativ dəyişkənlik adlanır. Aşağıdakı xəstələrdən hansı gen üçün xarakterik deyil? Genlər mutasiyaya uğraya bilir, doğrudur.
Çarpazlaşma zamanı genlər nisbətən sərbəst kombinasiyalara girir, doğrudur. Orqanizmdə olan genlər arasında qarşılıqlı əlaqə yoxdur, səhvdir. Qarşılıqlı əlaqə var. DNA'da ikiləşən zaman genlər ikiləşir, doğrudur. Gen məlumat elintisi vasitəsilə zülaldakı amin tuşları ardıcıllığını müəyyən edir, doğrudur. Hansı sıradakı orqanizmlərdə dişi homogametlik müşahidə olunmur? Yəni dişi X-Y-dir, erkəyi X-X-dir. Bu və kərtənkələlərdə və bəzi kəpənəklərdə bəndir. Məsələn, meymunlarda xeyir, səhvdir. Balinalarda səhvdir, drozofildə səhvdir, fildə səhvdir. Dünyaya gələn övladlar yalnız ikinci qan qrupuna malikdirsə, verilmiş sıralardan valideynlərdən ən çox ehtimal olunan genotip. Məsələn, A variantında A00 çarpazlaşanda 00 birinci qan qrupu əmələ gəldi. B variantında verir AA, A0, AA, AA. Bu oldu ikinci qan qrupu, cavab B-dir. C variantında AB var. Burada həm 2 alınır, həm 3 alınır. Daha sonra D variantında A0, B0, 3 alınır. Y variantında AB 4 alınır. Deməli oldu burada C, B bəndi. Ailədə dünyaya gələn 4 övladın ikisi 1, ikisi isə ikinci qan qrupuna malikdirsə, valideynlərdə ən çox olunan, məsələn, bir də A0 alınır, elə bu 2-dir. B variantına baxsaz, buradan A0, 00, aha, ikisi birinci qan qrupuna malik olmalıdır. Bu da alınmır. Məsələn, C variantına baxsaz, olur A0, 00. Burada 2 qamət verdiyi üçün ikisi olacaq birinci qan qrupu, ikisi də olacaq ikinci qan qrupu. Bu da eləyir C bəndi. Dişi heterogametlik hansı onurğalılarda təsadüf edilir? Yəni, dişi olsun XY, erkək olsun XX. Bax, məməlləri çıxırsınız, məməlləri çıxırsınız, məməlləri çıxırsınız, məməlləri çıxırsınız. Bu olur sürünənlər və quşlar. Drozofil milçəyinin nəslində dişi və erkək fərdlərin daha çox təsadüf edilən nisbəti hansıdır? Ümumiyyətcə dişi X-X-dir, erkək X-Y-dir. Bunlar birin birə təsadüf olunur. Tüklərin seyrək olan itlərdə dişlərin zəif inkişaf etməsini nə ilə izah etmək olar? Baxın, ümumilikcə hər iki əlamətin yaranması eyni bir genin təsiri altındadır. Yəni bir gen həm tüklərin seyrəyi, həm də dişlərin zəif inkişaf etməsini təmin edir. Bu da eləyir C bəndi. Dişi heterogametliyə malikdir. Yəni dişi homogametliyə, dişi X-X-dir. Gəlin baxaq. Drozofil milçəyi 3, qaramal 4, insan 5, 3, 4, 5. Erkək homogametliyə, yəni erkək X-X-dir. Bu quşlardadır ev cüətini, sürünənlərdədir cərk kərtənkələ. Qaramalı çıxırsınız, drozofili çıxırsınız, insanı çıxırsınız. Bir də güvədədir. Bu da olur. Yəni güvədə dişi X0'dır, erkək X8'dir. Bu da olur 1, 2, 5. A bəndi. Poliploid orqanizmlərdə alınan diploid qametlər hansı qametlərlə birləşdikdə triploid? Diploid 2N'dir, triploiddə 3N'dir. 2N üzərinə N gəlsəm olacaq 3N. Deməli haploid qametlər. Valideynlərin hər ikisinin qan qrupu 4-cü olarsa, bu ailədə hansı qan qruplarına malik uşaqların doğulma ehtimalı var? Bax, 4-cü qan qrup AB-dir. Çarpazlaşdırırsınız AB ilə. Buradan əmələ gəlir AA, bu olur 2-ci qan qrupu, AB, bu olur 4-cü qan qrup, AB, bu olur 4-cü qan qrup, BB, bu da olur 3-cü qan qrup. Yəni, burada doğulma ehtimalı var. Aha, 2-də doğuldu, 3-də doğuldu, 4-də doğuldu, C bəndi. Atanın qan qrupu 1-ci, 0-0. Ananın qan qrupu isə 4-cüdür, AB. Buradan əmələ gəlir A0, B0. Yəni, buradan 2 ilə 3-cü qan qrup uşaq doğula bilər. Bu da eləyir Y bəndi. Əgər ikinci qan qrupu olan A0 oğlanla 4-cü qan qrupu AB qız evlənərsə, buradan əmələ gələcək AA, ikinci qan qrupu. AB, 4-cü qan qrupu. A0, ikinci qan qrupu. B0, 3-cü qan qrupu. Qan qrupları necə olar? Həm 2, həm 3, həm 4. Bu da eləyir A bəndi. Birinci qan qrup olan oğlanla 0-0, üçüncü qan qrup olan qız. Məsələn,
B0. Buradan əmələ gəlir B0, 0, 0. Elə 3 ilə 1 doğulacaq. Bu deyir B bəndi. 2 heterozigot boz ada dovşanların çarpazlaşması nəticəsində 9/4/3 nisbətində boz, ağ və qara rəngli ada dovşanları alınmışdır. Ümumilikcə bilirsiniz ki, 9/4/3 nisbəti varsa, bu qeyri-allel genlərin qarşılıqlı təsiri adlanır. Əgər 3-cü qan qrupuna malik olan oğlanla B0, 4-cü qan qruplu qız AB evlənərsə, buradan əmələ gəlir AB, 4-cü qan qrup, BB, 3-cü qan qrup, A0, 2-ci qan qrup, B0, 3-cü qan qrup. Deməli, 2 də əmələ gəldi, 3 də əmələ gəldi, 4 də əmələ gəldi. Birinci qan qrup 0-0 ilə, ikinci qan qrup A0. Buradan əmələ gəlir A0, 0-0. Yəni, buradan birinci uşaq, bir də ikinci qan qrupuna malik olan uşaq doğulur. D bəndi. Cinsiyyət xromosomları homoloji cüt əmələ gətirmir. Məsələn, homoloji cütlər, yəni ki, burada XX olmasın, XY olsun. Alabula pişik XX-dir, xoruz XX-dir, maydan da XX-dir, ayğır XY-dir. Bu əmələ gətirmir. A bəndi. Diploid homogametlik bir canlının somatik hüceyrəsindəki xromosom müxtəlifliyi 36-dır. Ümumilikcə, xromosom müxtəlifliyi somatikdə qametdəki xromosom sayına bərabərdir. Deməli, bunun qameti də 36-dır. Deməli, rişikli gen qruplarının sayı da 36-dır. Ailənin irsiyyətində dərinin balıq dərisi kimi pulcuqlu olması əlaməti rast gəlinir. Yəni, bu Y xromosomundadır. Nəsil ağacı tərtib edilərkən bəzi səhvlər göstərilmişdir. Hansı fərdlərin fenotipi düzgün göstərilməyib? Gəlin, baxaq. Baxın, hər zaman yumru olan XX-dir, kvadrat olan XY-dir. Buradan çarpazlaşma nəticəsində bir qız doğulur XX, bir də oğlan doğulur XY. Doğulan oğlanda mütləq pulcuqlu dəri olmalıdır. Yəni, birin içi qaralanmalıdır, xəstə olmalıydı, verməyib. Deməli, bir səhv göstərib. Daha sonra, buradan bunu bildik ki, bir səhvdir. İndi baxaq. Buradan, məsələn, qızı qaralayıb, qız heç vaxt palıq dərisi kimi pulcuqlu ola bilməz, çünki bu Y xromosomu ilə gedir. Bu da yəqin ki, 2-dir. Çünki 4 də var, burada 5 də var, 3 də var, amma 2 yoxdur. Deməli, olur 1, 2, C bəndi. Mavi rəngli toyuq, bilirsiniz ki, mavi rəngli toyuq böyüyə kiçiyadır. Mavi rəngli xoruzun çarpazlaşmasından böyüyə kiçiyə əmələ gəlir böyüyə, 2 dənə böyüyə kiçiyə, bir dənə kiçiyə. Alınan cücələrin 4-ü mavi rəngli olarsa, bu əlaməti daşımayan cücələrin sayı nə qədərdir? Baxın, burada siz görürsünüz ki, ümumilikcə, məsələn, 4 dənə buradan kombinasiya əmələ gəlib. Bu 4 dənə kombinasiyanın 2 dənəsində mavi cücə əmələ gəlib. Yəni, amma bir böyüyə, bir də bir dənə kiçiyə mavi deyil. Yəni, 2 dənəsi daşımayanda ikisi daşıyır. Və 4 dənə mavi cücə əmələ gələndə neçəsi daşımayacaq? 2. 2-ni vurarsan 4-ə, böləsən 2-yə, buradan da elə 4-ü əmələ gələcək. C bəndi. Hemofiliya əlamətinə görə kişilərdə neçə fenotip və neçə genotip ola bilər? Ümumiyyətlə kişilər daşıyıcı olur, bir də daşıyıcı yox, sağlam olur, xəstə olur. Genotipi də sağlam, xəstə, 2 fenotip, 2 genotip. Meyoz nəticəsində cinsiyyət xromosomlarına görə 2 sort yumurta hüceyrə əmələ gətirir. Bu 2 sigrik olanı seçməlisiniz, bu da dişi kərtənkəliyə aiddir. Məməli heyvanın diploid hüceyrəsinin nüvəsində 24 xromosom, yəni 2 bərabərdir 24-dür. Bunun qameti M bərabərdir 12. Və məməli heyvandırsa, burada deməli, diploid qametinin normal olaraq ya 11 üstə gələk X olacaq, ya da 11 üstə gələk Y olacaq. Yəni 12 dənənin 11-i adsomdur, biri cinsidir. Bu deyir A bəndi. Spermatozoidində 23 xromosomu olan insanın saya əzələ lifinin 23-dürsə, saya əzələ 44-dür.
Spermatozoid də kişidir. Bu da olur 44 atom üstə gələk 2Y. Bu da eləyir Y bəndi. Aşağıdakı orqanizmin hansının genotipində fenotip cəhətdən aşkar olunmayan daha çox sayda resessiv mutasiya ola bilər. Daha çox olanda bu da olur poliploid orqanizmlərdə A bəndi. Drozofil milçəyində maksimum neçə cüt əlamətə görə genlərin sərbəst paylanması 2n8-dirsə, bunun eni 4-dür. Yəni 4 cüt əlamətə görə genlərin sərbəst paylanması mümkündür. Down sindromlu qız doğulubsa, Down sindrom 47-dir. Bu da 45 üstə gələk XX yazılır. Mayalanma zamanı qametlərin xromosom kombinasiyası necə olmuşdur? Məsələn, 1 ilə 5 çarpazlaşanda alınmır, amma 1 ilə 4 çarpazlaşır olur. 3-ün üstünə 2, 5, 45 üstə gələ 2, 8. Bu da eləyir C bəndi. Down sindromlu oğlan doğulmuşsa, yəni 45 üstə gələk 2Y tapmalısınız. Bu da elə 1 ilə 4-dür. C bəndi. Ada dovşanın diploid xromosom sayı 44-dür. Yəni bunun 2-ni 44-dürsə, qametə N-ə 22 düşür. Bu da 21-i atomdur, biri cinsidir. Spermatozoid deyirsə 21 üstə gələk Y, yumurta hüceyrə deyirsə 21 üstə gələk X olaraq işarə olunur. Bu da eləyəcək 21 üstə gələk Y, 21 üstə gələk X. Çünki sizdən spermatozoid və yumurta hüceyrənin mayalanma, ada dovşanın diploid xromosom sayı, dişi ada dovşan deyirsə, spermatozoid 21 üstə gələk X verəcək, yumurta hüceyrə də 21 üstə gələk X verəcək. Bu da eləyir Y bəndi. Boz və qara dovşanların çarpazlaşması. Böyük C, kiçik C, böyük ya, kiçik ya. Çarpazlaşır, böyük C, kiçik C, kiçik ya, kiçik ya. Boz ada dovşanların doğulma ehtimalı. Buradan 4 tip qamet verir. Böyük C, böyük ya qameti, böyük C, kiçik ya qameti, kiçik C, böyük ya qameti, kiçik C, kiçik ya qameti. Digər də verir böyük C, kiçik ya, kiçik C, kiçik ya. Bir çarpazlaşdıralım. Buradan əmələ gəlir. Böyük C, böyük ya, kiçik ya. Birinci böyük C'ləri götürürəm. Sonra böyük C, kiçik C, böyük ya, kiçik ya. Daha sonra digərini. Böyük C, kiçik ya, kiçik ya. Böyük C, kiçik C, kiçik ya, kiçik ya. Bu ikisi ilə işim bitdi. Keçirəm üçüncüyə. Böyük C, kiçik C, böyük ya, kiçik ya. Kiçik C, kiçik C, böyük ya, kiçik ya. Bununla da işim bitdi. Keçirəm digərinə. Böyük C, kiçik C, kiçik ya, kiçik ya. Kiçik C, kiçik C, kiçik ya, kiçik ya. İndi bizdə nə deyir? Boz ada dovşanları. Boz ada dovşanlarının tərkibində böyük C olmalıdır, böyük A olmalıdır. Məsələn, buradan 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 kombinasiyan əmələ gəlib. Böyük C, böyük ya 1, böyük C, böyük ya 2, böyük C, böyük ya 3. Deməli, 3 dənə də boz ada dovşanı əmələ gəlib. Bu deyir 8-in 3-ə nisbətində. Diheterozigot boz ada dovşanları ahomozigot resessiv ada dovşanları ilə çarpazlaşmasından alınan nəslin neçə faizi qara ada dovşanlarıdır? Eynən yenə. Verəcək bu böyük C, böyük ya qaməti, böyük C, kiçik ya qaməti, kiçik C, böyük ya qaməti, kiçik C, kiçik ya qaməti. Bu birisi də bir dənə kiçik C, kiçik ya verir. Bunun çarpazlaşmasından olur. Böyük C, kiçik C, böyük ya, kiçik ya. Bu oldu boz. Daha sonra böyük C, kiçik C, kiçik ya, kiçik ya. Bu oldu qara. Kiçik C, kiçik C, böyük ya, kiçik ya. Bu oldu ağ. Kiçik C, kiçik C, kiçik ya, kiçik ya. Bu da oldu ağ. Ağ oldu 50%, boz oldu 25%, qara oldu 25%. Deməli, bundan 25% əmələ gəlir. Bu deyir B bəndi. Genlərin qarşılıqlı təsiri epistaz zamanı 2 deheterozigot boz ada dovşanların çarpazlaşmasında epistazda ümumiliklə siz bilirsiniz ki, genotip qrupu 9-dur, fenotip qrupu da bozdur, ağdı, qaradır. Bu deyir B bəndi. Əlamətlərdən biri üzrə irsiyyətin aralıq xarakteri müşahidə olunduğu halda hər iki əlamətə görə heterozigot olan fərdlərin dihibrid çarpazlaşması nəticəsində neçə fenotip qrupu alınar? Genlər ilişikli deyil. Yəni sizdən deyir ki, böyük ya, kiçik ya, böyük B, kiçik B.
çarpazlaşanda neçə fenotip qrup alınsın? Məsələn, böyük A'lar düşdüyü bir fenotip qrup olacaq. Böyük B'lər düşdüyü bir fenotip qrup olacaq. İkisi düşən bir fenotip qrup olacaq. Ayrı-ayrılıqda hər hansı bir resessivlə düşən bir fenotip qrup alınacaq. Yəni, ümumilikcə cəmi 6 dənə fenotip qrup alınır. İkinci qan qrupuna görə homozigot qadınlar. İkinci qan qrupu A-A'dır. Birinci qan qrupuna malik olan kişi 0-0. Nikahından anadan olan 4 uşağın neçəsi qan qruplarına görə ananın fenotipinə, neçəsi ananın genotipinə malik olacaq. Aha, buradan A0 alınır. Bu da olur ikinci qan qrupu. Fenotipə görə hamısı 2 olacaq, 4'ü də. Amma ananın genotipi A-A'dır. Heç biri ananın genotipinə oxşamayacaq, 0. Bu da eləyir Y bəndi. Boz və ağ homozigot ada dovşanlarının çarpazlaşmasından F2 nəsildə genlərin qarşılıqlı təsiri baş vermişdir və bunun nəticəsində tamamilə yeni formalar, yəni qara tüklü ada dovşanları da alınmışdır. Bunlar ümumi nəslin hansı hissəsini əmələ gətirir? Baxın, boz və ağ homozigot ada dovşanlarıdır. Sən bilirsən ki, boz olanda böyük C ilə gedək də. Böyük C, böyük C, böyüyə, böyüyə. Bu oldu boz. Və ağ, kiçik C, kiçiyə, kiçik, kiçiyə, kiçiyə. Bunun çarpazlaşması nəticəsində əmələ gəlir böyük C, kiçik C, böyüyə, kiçiyə. Bu oldu sənin F1 nəslin. Təzədən F2 nəslində yenidən bunu biri-biri ilə çarpazlaşdırmalısan. Yəni, böyük C, kiçik C, böyüyə, kiçiyanı çarpazlaşdırmalısan. Böyük C, kiçik C, böyüyə, kiçik A ilə. Buradan sənin 4 dənə qametin əmələ gəlir. Böyük C, böyüyə qameti, böyük C, kiçiyə qameti, kiçik C, böyüyə qameti, kiçik C, kiçiyə qameti. Buradan 16 kombinasiyan yaranacaq və o kombinasiyanın içərisindən sən hansılarında böyük C varsa, qaradırsa onları tapırsan. Alınan 16 kombinasiyan 100%dirsə, bu qaralarda x%dir və oradan yerinə qoyub tapa bilərsən. Şimpanzenin somatik hüceyrəsinin nüvəsində autsom xromosomların sayı 46-dır. Deməli, autsom 46-dırsa, somatikdə 2 dənə də cinsidir. Bu deyilir 48. Yumurta hüceyrəsinə bunun 24 düşür. Bu da yazılır 23 üstəgələk x. C bəndi. İlanın somatik hüceyrəsinin nüvəsində autsom xromosomların sayı 12-dirsə, deməli, ümumi 14 xromosomu var. Səndən yetişmiş yumurta hüceyrə soruşur. Bu da 7-dir. 6 üstəgələk x ilan sürünəndir deyə yumurta hüceyrə YX olacaq. Bu da eləyir Y bəndi. Valideynin genotipi necə olmalıdır ki, onun uşaqları 4-cü qan qrupunun 4-ü də olsun. 4 qan qrupunun 4-ü də olsun. Əvvəl də bilirsiniz ki, 2 ilə 3, A0 ilə B0. Buradan AB əmələ gəlir, sonra A0 əmələ gəlir, B0 əmələ gəlir, 0-0 əmələ gəlir, hamısı. Bunu əzbər bilməlisiniz. Drozofil üçün hansı mülahizə doğrudur? Somatik hüceyrələrində cinsiyyət xromosomların sayı autosomlardan çox olur, səhvdir. Cinsiyyət hüceyrələrində yalnız cinsiyyət xromosomları olur, səhvdir. Somatik hüceyrələrində yalnız autsom xromosomlar olur, səhvdir. Cinsiyyət hüceyrələrində cinsiyyət xromosomların sayı autosomdan səhvdir. Cinsiyyət hüceyrələrində həm autsom, həm də cinsiyyət xromosomu olur, düzdür. Drozofil üçün hansı mülahizə doğru deyil? Cinsiyyət hüceyrələrində yalnız cinsiyyət xromosomu olur, səhvdir. Autsomu da olur, cinsiyyəti də olur. Arıquşu populyasiyasında 114 dişi və 57 erkək fərd var. Bu populyasiyanın genofondunda. Arıquşu, baxın, ümumilikcə arıquşlar 2Y-dir də, bunu özünüz bilirsiniz. 2Y. 114 dənə varsa, deməli 114 X var, 114 Y var, bunu bildin. 57 erkək, deməli 57 2-8. Ümumilikcə, deməli 57-ni vurarsan 2-yə, X-lərin sayını tapasan. 57-ni 2-yə vuranda eləyir 114. 114-ün üzərinə gəlirsən 114, bu eləyir 228. Deməli 228 dənə X-in var. Elə 114 dənə də Y-in var. Bu da 2-nin 1-ə nisbətində alınır. B bəndi. Qadının somatik hüceyrəsinin bir nüvəsindəki xromosom müxtəlifliyi qadındırsa elə 23, qametində də xromosom müxtəlifliyi 23-dür.
Kişinin somatik hüceyrəsinin bir hüceyrəsindəki xromosom müxtəlifliyi kişilərdə 24-dür, amma qametində 23-dür. Bir dənə fərqi ondan ibarətdir ki, kişinin somatik hüceyrəsində 24 alınır. Bu günlük bura qədər. Arxasında inşallah yazacağıq.